Hamıya salamlar. Bu müştərimdən videodan sonra çoxlu insanlar mənimlə əlaqə saxlayır ki, Anar, biz də bu proqramdan yararlanıb özümüzə ilkin ödənişsiz ev almaq istəyirik Amerikada. Bu nə dərəcədə mümkündür? Sizlərə step by step izah eləyəcəm. Ümumiyyətlə bu necə mümkündür? Deməli, ilkin step ondan ibarətdir ki, sizin W2 ilə işiniz olmalıdır və 700 plus kredi skorunuz olmalıdır. Əgər bu iki faktorunuz varsa, bu loanu biz götürə bilərik. Növbəti faktor odur ki, bu loan necə ümumiyyətlə strukturu qurulur? 20% ilkin ödənişi finans eləyirik və 80% ana mənbəyi finans eləyirik. 20% ilkin ödəniş olduğundan no PMI olur. PMI Private Mortgage Insurance-dur. O deməkdir ki, yəni lender sizin qarşında özünüz sığortalayır ki, sabahlar siz ödənişlər eləyə bilməsəz, sizə əlavə insurans aldırır. Bu da əlavə pullardır əlbəttə ki, amma bu loan istifadə etdiyiniz zaman no PMI. Bu da bir avantajıdır bu loanun. 20% ayrı finans edirik, 80% ayrı finans edirik. Toplamda ilkin ödənişsiz loan alınır. Bu bizim loanun strukturudur. Amma bağlanış xərcləri necə? Bəs Virginia ştatında misal üçün ortalama bağlanış xərcləri 3%-dir. Bağlanış xərclərini artıq mən sizin üçün neqoşiyet edirəm qarşı tərəfdən. Əgər ev daha çox marketdə qalıbsa, onu neqoşiyet eləmək daha rahat olur. Ona görə əgər ev almaq istəyirsinizsə özünüzə Virginia, Maryland, Florida ştatlarında mən şəxsən özüm sizlərə kömək edə bilərəm. Əgər real estate almaq istəyirsinizsə, mənimlə əlaqə saxlayın. Fərq etməz Amerikanın hansı ştatındasınız, mən də sizlərə kömək edeyim.